Deməli, dəyərli izləyicilər, bəzən siz tərəfdən, yəni müştərilər tərəfdən şikayətlər olur ki, indi mənzilləri yaxşı təmir eləmirlər, keyfiyyətsizdir, satmaq üçün ucuz təmir edib satırlar və sizə nəzərə çatdırım ki, sizə elə bir mənzil tapmışam ki, burada əgər həqiqətən keyfiyyətli mənzil axtarırsa, keyfiyyətli təmir axtarırsa, bu mənzili mütləq nəzərdən keçirməlisiniz. Hər bir şey burada tam xırdalığına kimi nəzərə alınıb, bütün materiallar hamısı bahalı, keyfiyyətlidir. İndi olan hər bir şeyin hamısını sizə göstərəcəm. Başlayaq mənzili mən sizə təqdim edeyim. Yerləşir Nərimanovda. Nərimanov metrosundan piyada 8-9 dəqiqəlik maksimum məsafədədir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 4 otaqlı mənzildir, kifayət qədər geniş ölçüsü var, 177 kvadratdır. Oradan artıq təsəvvür edin otaqların hər bir böyüklüyünü. Hal-hazırda biz mənzilin qonaq otağındayıq. Dediyim kimi, təxmini 35-40 kvadrat olar, yəni təxmini ölçünü nəzərdə çatdırıram. Və onu deyim ki, mənzil tam hazırdır. Bütün mebel, texnika, hər bir şey var, əlavə nəsə almağa ehtiyac yoxdur. Deməli, qonaq otağında nəyimiz var, onu nəzərdə çatdırım. Bu hissədə böyük masamız var, 6 nəfərlik divan, kreslolar, mərkəzdə jurnalini, döşəmə keyfiyyətli, bahalı, parketli, yəni digər parketlərlə bir tutmayın, onu nəzərinizə çatdırım. Tavan hissəni göstərək, mərkəzdə böyük lüstrumuz, trek işıqlar, eyni zamanda divar içi işıqlardan istifadə olunub, əlavə olaraq burada bura işıqlar yerləşdirilib. TV, internet çıxış bu hissədədir, televizorumuz yerləşdirilib, hazırdır. Aşağı hissəsi də şkafdır və burada da dekor işıqlardan istifadə olunur. Sağ və sol tərəfdə divarlarda lepka işləmələri görürsünüz və nəzər sakin dekorativ boyadan istifadə olunub, yəni adi divar kağızı və yaxud emulsiya deyil, kondisioneri kimi hər bir şey tam hazırdır. Və buranı mən sizə göstərim. Mənzilin mətbəx hissəsini sonra girişdən başlayaq, digər yataq otaqlarının hər bir şeyi sizə göstərəcəm. Gözəl mətbəximiz var, onu nəzərinizə çatdırırım. Döşəməsi qranitdir, bahalı qranitdir və isti döşəmə ilə təchiz olunur və nəzərə çatdırın ki, mənzil başdan ayağa isti döşəmədir. Yeni mətbəx mebelimiz yığılıb, görürsünüz, tam axıra kimi şkaf da kifayət qədərdir. Əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz, dərinlik də ideal səviyyədədir. Üstü mərmərdir, qaz peçi, aspirator, bu hissədə 2 qapılı soyuducumuz yerləşdirilib, orada da yenə əşya yerləşdirmək üçün yerimiz var. Burada deməli, qab yuyanımız, paltar yuyan üçün yer ayrıca nəzərə alınıb, yəni burada mətbəx mebelinin altında deyil, sobalar, yenə burada da kifayət qədər böyük ölçüyə malik şkafımız var, burada əlavə əşyaları yerləşdirə bilərsiniz. Burada nəyimiz var? Kondisioner, bir dənə tavan hissəni də göstərək, gözəl lüstrumuz, trek işıqlar, mənzil işıqlı mənzildə və televizor kimi də hamısı yerləşdirilib. Keçək, giriş hissədən başlayaq, mən digər otaqları sizə göstərim. Bura deməli bizim giriş qapımızdır, buranın da genişliyini artıq görürsünüz və ideal proyekti var. Mənzil yel çəkən, yəni skvaznoy mənzildir, həm həyət, həm də şəhər istiqamətindən baxır. Bura bizim giriş qapısıdır. Otaqların ümumi yerləşməsini nəzərə çatdırırım. Solda bura mənzil çamaşırxanasıdır. Bura bir yataq otağıdır. Burada gəldikdə ümumi sanitar qovşaq, mənzildə ümumilikdə 3 sanitar qovşaq var. Bura ikinci yataq otağı, üçüncü yataq otağı, bunları da gördünüz, qonaq otağı və mətbəxi. Burada deməli mən sizə göstərim mənzilin ümumi sanitar qovşağını. Dediyim kimi 3 sanitar qovşaq var mənzildə ümumilikdə. İçərisi kifayət qədər genişdir, bütün aksesuarlarla tam olaraq təchiz olunur və dediyim kimi keyfiyyətlidir hamısı. Duş kabinimiz yığılıb, içərisi də genişdir, rahatdır. Divar içi unitaz, moydadırımız və təbii ki, burada isti döşəmə ilə təchiz olunub. Gedək, burada mən sizə göstərim mənzilin yataq otaqlarına keçək. Bura bir yataq otağıdır. Dediyim kimi otaqların da ölçüsü kifayət qədər genişdir. Bütün əşya ilə tam olaraq təchiz olunub. Burada görürsünüz, gözəl taxtımız yerləşdirilib. Arxa hissəsində sağ və sol bura işıqlar, dekor güzgülərdən istifadə olunub. Bu hissədə make-upımız var, kondisioner və onun dediyim otaqlarda döşəmə parketdir. Televizorumuz da var burada. Siz tavan hissəyə baxın. Mən burada yerləşən sanitar qovşağı göstərim sizə. Yəni, sanitar qovşaqlarda ümumilikdə gözəl, maraqlı teksturlar, qranitlər seçilib, ümumi olaraq göstərək, bütün aksesuarlarla tam olaraq təchiz olunub. Yəni, ev gözəl mənzildir, inanıram ki, baxanda siz də bəyənəcəksiniz.
Bəyənməmək üçün heç bir səbəb yoxdur. Yataq otağının bu hissəsində divar içi şkafımız yığılıb. Burada əşyalarınızı yerləşdirə bilərsiniz. Yuxarı hissələrdə şkafdır. Gəlin buradan mən sizə göstərim mənzilin ikinci yataq otağını. Nəzərə çatdım ki, girişin bu hissəsində də yenə şkaflar yığılıb. Yəni paltar, ayaqqabı, ümumiyyətlə əşya yerləşdirmək barədə heç bir problem yoxdur. Yəni kifayət qədər yeriniz var. Bura mənzilin növbəti yataq otağıdır. Yəni buranı əsas yataq otağı kimi istifadə edə bilərsiniz. Ölçüsü də kifayət qədər genişdir, rahatdır. Yəqin ki, videodan hiss olunur bu. Buranın da öz gözəlliyi var. Hər otağın gözəl, maraqlı dizaynı var. Taxtımız bu hissədə qoyulub. Arxa hissəsi işlənilib qubqadan və yenə dekor güzgülər. Belə təkli işıqlarımız var burada. Və yataq otağın bu hissəsində yenə şkafımız var. Buranı da göstərim. Hər yataq otağının daxilində yəni əşya yerləşdirmək üçün kifayət qədər yer var. Burada televizorumuz yerləşdirilib, yəni hər otaqda o da var. Make-upımız, kondisioner və bu yataq otağının daxilində yerləşir növbəti sanitar qovşağımız. Bu artıq üçüncüdür. Biri ümumi, digər yataq otağındaydı. Bu isə üçüncü sanitar qovşağımız. Buranı da ümumi olaraq göstərək. Yəni təkrar etmirəm, bütün aksesuarlar tam olaraq hazırdır. Yəni mənzil tam hazırdır, sadəcə gəlin, yaşayın. Və burada da yerləşir mənzilin çamaşırxanası, yəni paltaryan üçün yer ayrıca nəzərə alınıb. Digər mənzillərdə olduğu kimi mətbəx və verinin altında deyil. Burada demək paltaryan, qurudan üçündə və eyni zamanda paltar əşyaları yerləşdirmək üçün bütün yerlər nəzərə alınıb. Deməli, buradan da daxil oluruq mənzilin uşaq otağına, yəni uşaqlar üçün nəzərə tutulub, belə deyim, bu yataq otağı, yəni istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Yəni ölçüsü yaxşıdır, normaldır. 2 ədəd taxtımız yerləşdirib, yəni bunu istəsəz birləşdirə də bilirsiniz. Burada mənzilin eyvanına da çıxış var, digər tərəfdə də yataq otağına, eyvana çıxışlar var idi. Yəni dediyim kimi yer çəkən skvaznoy mənzildir. Əlavə nəyimiz var? Televizor, kondisioner, bunlar quraşdırılıb. Divarda da gözəl lepka işləmələr var və yataq otağının daxilində burada yenə şkafımız var. Yəni bunların hamısını göstərin, xırdalığına kimi məlumatınız olsun. Belə, mən demək olar ki, hər şeyi sizə göstərdim. Tam xırdalığına qədər məlumatları deyim. Yerləşir Nərimanovda. Nərimanov metrosundan piyada 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 4 otaqlı mənzildir. Ölçüsü 177 kvadratdır, 6-cı mərtəbədə yerləşir. Gördüyünüz şəkildə satılır. Bütün mebel, texnika hamısı yenidir və hamısı qiymətə daxildir. Və mənzilin start olaraq qiyməti 685 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.